Magistral yola yaxın bir evimiz çıxdı satışa. Dəyərli izləyicilər, xoş gördük sizləri. Axşamınız xeyir olsun. Abşeron rayonu Saray qəsəbəsində. Bax, belə bir modern üslubda inşa olunmuş evdir. Birinci mərtəbə bütöv istipoldu. İkinci mərtəbədə monolit beton. Yuxarısı da kəmər. 4 otaqlı evdir. Burada evimizin həyətidir, giriş hissə. Rahatlıqla həyətinə 2 dənə maşın daxil olur. Kanalizasiyası mərkəzidir. Darvazası jaluzdir, kalyatka qapısı. Evin yan hissəsində də ara məsafəsi var. Demək olar ki, Heydər Əliyev prospektində əsas yoldan ikinci küçədədir. İkinci evdir də, belə deyək. Belə bir model üslubda inşa olunmuş evdir. Həqiqətən çox gözəl buraya işlənilib, qoşadaşdır. Fundament kəməri tam qaydasındadır. Pəncərələr karesvidir, şəbəkə pəncərələr. Belə tarsovka emisiya vurulub, üz qatına belə bir həyəti var. Bir saylı məktəbində tam yaxınlığındadır. Bura giriş hissədir. Burada güzgüdən qəşəng belə bir dekor düzəldilir. Bura qonaq otağıdır. Bax, geniş qonaq otağı. Burada da pəncərələr şəbəkədir. Karesvi pəncərələr. Qoşadaşdır. Orada kondisionerin xəttinə qədər çəkilib hazırdır. Tvistentin yeri. Tavan hündürlüyü 3 metrdən hündürdür. Qapılardakı ağ qapılar. Belə bir evdir. Qiymət də 125 min manata çıxır. İnşallah ev sahibi tərəfindən yaxşı endirim olunacaq. Hazır kupçalıdır, yəni alıb qeydiyyata düşə bilərsiniz. Dövlət ipotekasına da tam yararlıdır. Burada mətbəxdir, gördüyünüz kimi istipoldu, keramikadır. Mebel arası da keramikadır, aspiratorun yeri qoyulub. Pəncərələr də şəbəkə karesvi pəncərələr. Burada birinci mərtəbənin sanitar qovşağıdır, geniş sanitar qovşağı. İstipoldu. Burada da pilləkənin altında qladovkadır, əlavə əşyalarımızı yığmaq üçün. Keçək ikinci mərtəbənin təqdimatını edək. Pilləkənlərlə qalxdıq. Bax, belə bir dəhliz hissədir. Bura ikinci mərtəbənin sanitar qovşağıdır. Geniş sanitar qovşağı istipoldu. 3 dənə də yataq otağı. Keçək otaqların təqdimatını edək. Bura birinci yataq otağı. Radiatorların yeri qoyulub. Hazırdır. Pəncərələr də karesvi pəncərə. Burada ikinci yataq otağı. Ümumilikdə 4 otaqlı evdir. Aşağıda bir qonaq otağı. Yuxarıda 3 yataq otağı. Birinci mərtəbədə sanitar qovşağı, ikinci mərtəbədə. Burada üçüncü yataq otağıdır. Radiatorların yeri qoyulub. Pəncərələr də şəbəkə. Buradan da evimizin terasına çıxışdır. Tam mərkəzi yoldadır, Heydər Əliyev prospektində. Saray MTK-ya gedən yolda, əsas yoldan ikinci evdir. Bir saylı məktəbdə 100 metrliyindədir. Yəni marşrutlara, bağçaya, məktəbə tam yaxın bir ərazidə inşa olunmuş evdir, 2 mərtəbəli. Əziz izləyicilərim, evin təqdimatını elədim. Sarayın mərkəzində 4 otaqlı ev, 2 mərtəbəli. Hazır kupçalı evdir, yəni alıb birbaşa qeydiyyata düşə biləcəyiniz evdir. Dövlət ipotekasına da tam yararlıdır. Yola yaxın ev istəyənlər buyurub bizə müraciət edə bilər. 125 min manatından satışa çıxdı. Ev sahibi tərəfindən yaxşı endirim olunacaq. Çox sağ olun.